331-ci ildə döyüş başlayır. Burada deyirlər ki, İskəndər Daranı məğlub edir. Xeyr, Dara xəyanətlə öldürülür. Yaxşı qızıl hesabına onun iki sərkərdəsi, yaxın sərkərdəsi sağdan və soldan qılıncla onu deşirlər. Satılırdı. Və onu öldürürlər. Və İskəndər o vaxt bu Kəyyan idi. Buranın adı Kəyyan idi. İndi dini kitablarda Kənan gedir. Kənan sözündə heç bir məna yoxdur. Kəyyan isə şahənşah məkanıdır. Keylər onun bəli, Keylər, bəli, şahənşah məkanıdır. Əgər dastanlara biz baxsaq, Aşıq Qəribdir, Qurbanidir, hamısı həmin o şaha müraciət eləyir, kömək üçün. Şahənşaha müraciət eləyir. Və beləliklə İskəndər bunu məğlub edəndən sonra artıq o kəməri bu bağlamalı oldu. 7 qızıl kəməri. 7 dövlətin, 72 xalqın rəhbəri oldu bu. Dünyada yeganə Fatihdir ki, dünyanın zamanında fəth edir. İkinci Fatih yoxdur. İskəndər dünyanı fəth edir. 7 dövləti məğlub etdi. Belə olan tərzdə demək İskəndər əmr verdi. Dünyada gedilməmiş bir xətt. Gedilməmiş. Demək, təzə nəsil yetişməlidir. Şərqdə. 30.000 qoşunu var idi. Düzdür, mənbələrdə müxtəlif gedir. 600.000 də gedir, 50.000 də gedir, belə. Məxrəc 30 daha düzgündür. Onda lüğəti terminlərdə 30 sözü oturur. Aydındır. 30.000 əskər, 30.000 atəşpərəst qızı ilə evlənir. Kəyyanda. Türk qızlar mı olur onlar? Bəli, təmiz Türk qızları idi. Türk qızları idi. Demək, bu qızlarla özü də Daranın qızı Rövşənəni alır. Və ondan da bir oğlu olur. Sonra o oğlu İskəndər öləndən sonra onu timsahlara atırlar. Öldürürlər. Düşmənləri. Demək, burada Rövşənəni alır və bizim kitabları da o torbalara doldurur. Tərcüməçi ilə göndərir Aristotelə. Beləliklə, mənim tarixi mənbələrim, məxəzlərim getdi Yunanistana. Və o dövrdən də başlayaraq Yunanlar bizim tarixi öz adlarına çıxmağa başladı.